Naxçıvan Beynəlxalq Hava Limanının İran tərəfindən dron zərbəsinə məruz qalması barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Bəzi istifadəçilər və jurnalistlər Naxçıvan Hava Limanına raket atıldığını iddia edən paylaşımlar ediblər. İran Naxçıvan aeroportuna dronla zərbələr endirib. Daha bir neçə dron isə digər yerlərə düşüb. İran tərəfindən vurulan Naxçıvan Beynəlxalq Hava Limanının içərisindən görüntülər yayılıb. Yayılan videoda hava limanı terminalının daxilində dağıntıların olduğu, tavan konstruksiyalarının və şüşələrin zədələndiyi görünür.